Uşaqlarda və yeniyetmə dövründə özellikle gömür penisdən məlumat vermək istəyərdim. Gömür penis ümumiyyətlə sünnətin normalda inkişaf dövründə dəraltı yağ toxumasının altında qalaraq gizlənməsidir. Amma bu dövr puberta dövründə artıq tamamen normala dönür. Buna heç bir şey eləməyə ehtiyac yoxdur. Bəzən olur ki, yumurtaların, yəni uşaqların yumurtalarının, xəyaların inkişafı başlamadığı dövrdə və ya sünnətin inkişafı başlamadığı dövrdə biz onlara dəstək üçün müalicə verə bilirik. Amma çox ehtiyac da olmur. Yalnız bizim gördüyümüz çox əməliyyatlar ellər gömür penislə əlaqədar. Yəni bu əməliyyatların da fəsadlarını da çox görürük və bu fəsadlarını da önləmək üçün onu demək məcburiyyətinə qaldıq. Dəraltı yağ toxumasının əritmə yolları, usulları, qidalanmanın düzəldilməsi və biraz aktiv həyat tərzinin sürməsinə görə bunlar tamamen normaya dönür. Amma bəzən olur ki, biz də yeni doğulmuş dövründə və irəli yaşlarda çox ciddi şəkildə sünnətin inkişafında gecikmə olduğunu və gömük halda olduğunu görürük. Və bunlara müdaxilə eləmək məcburiyyətinə qalır. Amma bunlar çox azdır. Həqiqətən də anadan gəlmə sünnəti qüsurlu doğulan uşaqlar var. Orada penisin dib hissəsində əzələ hissəsinin və bağların boş olması nəticəsində yaranan problemləri görürük. Amma bu yeni doğulmuş dövründə olan fəsadlardır. Bunu da sünnət sırasında düzəldirik. Yəni sonradan gömür penis diaqnozu qoyulan uşaqların 99%-də gömür penis çıxmır. Buna diqqət edin valideynlər. Sağ olun.